Altında paylaşdım. Birbaşa YouTube-a yükləyirəm, oradan Notion atıram. Okay, buradayım. Mən haradaydım burada. Və gəldim deyək ki, mən nə izah edirdim? Kodları. O kodları görsən burada BFF Product Application var. Bax, bunun servis hissəsi var da, düzdür. Bu deyək ki, bir dənə fayl hissəsidir. Bu da servis hissəsidir. Fayl hissəsində burada deyək ki, bu kodları sən yazmısan. Okay. Bu hissə sənin hissəndir. Bu hissəni tapşırıblar məsələn Zəhra xanıma. Onda isə o yazmalıdır. Sən bu hissəni yazıb bitirdin və Zəhra xanım öz kompüterində bu səhifəni açsa, build Gradle sıfırdan açsa, o bunu görməyəcək, çünki səndə qalıb bu. Amma sənin işin halbuki Zəhra xanımın işi burasıdır. Ona görə nə edirsiniz? Sən bu kodu yazırsan, sən öz hissəni bitirdin. Yəni sənin yazdığın koda məsələn atıram, sən bura qədər yazdın, arxasını kimsə yazmır. Sən öz kodu tamamlayırsan. Sənin öz kodun ikinci hissəsi ki var, ikinci butonun arxası məsələn. O butonun arxasını Zəhra xanım yazır. Bunu da misal göstərsək, bir bank biznesi məsələn görək işləyirsə bir bankdan göstərmək. Yəni ki, vahid həlli var da, yəni ona görə arxasını gətirib mən yapmışdım. Misal üçün bir proyekti yaratmaq bir üsulla olursa, əslində arxasını gətirmək sadədir. Amma misal üçün hər öz kodu, hər metodu varsa, necə arxasını gətirmək? Elə olmayacaq amma baxın. Görürsünüz burada nə var? BFF bir dənə klasım var, düzdür. Full bu klası siz yazacaqsınız. Bütün bu klasın hər şeyini siz yazacaqsınız. Heç kim onun arxasını yazmır. Amma gəlirsiniz Fəridə task veriləndə, Fərid ucu buradan girəcək. Second class məsələndə klass yaradacaq. Fərid burada öz kodlarını yazmağa başlayacaq. Amma real olan bir şeydir ki, bütün bu klasslar ayrı-ayrı olsa da bir dənə proyektin altındadır. BFF Product Application altındadır. Mən maraqlı deyiləm, misal üçün Fərid nə yazır? Bəzən maraqlıdır, bəzən yox. Amma maraqlı olan vaxtlar nə vaxt olur? Baxın, bir dənə indi açıram, app göstərir. Mən kodumu səhv olan yeri təsdiq etməliyəm. Sənin kodun səhv olan yeri necə olacaq? Məsələn, Zəhra xanım girdiyi kodları run eləyir. Görür məsələn sən yazan kodun bir hissəsi işləmir, düzdür? Bu sənin birinci sənin kodun sən yazdığını hardan bilir? Çünki bizdə məsələn 2 nəfərsən, amma bizdə komanda burada oturanda 20 nəfər olur. Gəlirsən, girirsən koda. Məsələn, kodu açıram. Onu göstərmişdim, solda göstərir. Yes. Adlar var. Yes. Baxın, deyək ki, açıram bu klası. Yarım annotate git blame edirəm. Məsələn, burada mənim adımdır. Bir dənə də Nəsrov İqla var burada məsələn, düzdür? Deyək ki, burada problem varsa, mən blame edib baxıram ki, onu kim yazıb. Kim yazıbsa həmin şəxsə birbaşa yaza bilərəm ki, bu kod işləmir və s. və s. Və yaxud da özüm birbaşa düzəldə bilərəm. Çünki özüm run edəndə bilirəm axı problem hardadır. İkinci baxın, bir dənə klassda amma mənim adım var, başqasının adı var. Bu necədir? Bu bir dənə bunlar endpoint tezdə deməyim sizə. Bu bir function fikirləşin funksiyadır. Bunun arxasında böyük bir kodlar yerləşir. Baxın, arxasında böyük kodlar yerləşir. Amma başlanğıcı balaca olur, çağırış hissəsi. Çağırış hissəsinin birini mən yazmışam, birində komanda yoldaşımız. Funksiyada gedir hardansa götürür. Yes. Onu da plot edən biraz yadımda qalıb. Eyni məntiqdir. Yəni function'dır, bunun işi nədir? Sadəcə olaraq çağırsın, bir arxada məntiq. Baxın, bu başqa məntiqi çağırdı. Okay. İndi bunu da gətirirəm. Bu da gedir məsələn başqa bir metodun içinə girir. Biri bura gəldi, biri bura gəldi. Çünki burada məsələn buranı da git blame eləsəm, baxacaqsınız ki, fikir verin, İlqar yenə öz hissələrini yazıb, mən də öz hissələrimi yazmışam. Yəni bir proyektin içində hər bir klass götürür və ya bir klassı bir neçə yerə bölürsən, yazırsan. Çünki burada sizin sualınızın cavabı budur ki, mən yazıb qutaranda rahatlıqla kimdənsə asomdan test edə bilərəm. Çünki bu var, bu gördüyünüz məsələn bu sətir. Bu mötərizə buradası, burada bağlanır. Bu mənə aid olan bir yerdir. Yox mənim adım. Siz səhv olmağına run edə bilirsiniz. Hə. İndi run edirəm, baxaram. Onu yazan özü run edib baxmır ki, mən də səhv. Normalda olmur səhv. Amma bəzən səhvlər o qədər sadə olmur. Məsələn, run edirsən, kod işləyir. Amma girib koda bir request göndərirsən, görüm işləyir, iş partlayır orada arxada. Hə, elə şeylər olur. Əksərində kodlarda problem o vaxt olur. İndi bizdə misal göstərim. Məsələn, gələk bizim app-hanım bir saniyə, hə, bura. Deyə mən run edirəm, kod dəqiqə işləyəcək də, səliqəli. App qalxdı, məndən nəsə gözləyir, skaner daxı bu. Amma elə ola bilər ki, app-in məsələn burada gözlədiyi yerdə bilmədən belə bir xəta olar. Run edən anda zaten göstərəcək xətanı. Sətir nə qədər deyir? Sətir 10-da bir problem var. 10-cu sətirdə. Və yaxınlaşırsa ona baxırsınız ki, həqiqətən burada nöqtə virgül çatır. Orada göstərirəm. Hamısını göstərir. Bir error, nöqtə virgül expected, string name hətta yerinə qədər göstərir ki, burada virgül gözlənilir. Okay. Bunu verən anda artıq xəta aradan çıxır. Yəni xətanı harda görə bilərsiniz? Bir run edəndə burada. İkinci, burada baxın qırmızı bir yarandı. Birə bassaz, nöqtə virgül expected deyir. Amma elə xətalar var ki, bura okeydir, hər şey işləyir, run edirsiniz. Məsələn, run elədim. İndi onu sizə göstərəcəm o nədir. Baxın. Məndən bu dənə gözləyir hal-hazırda. Run edirəm. Avtomobilin markasını gözləyir, düzdür? Markası. Markanı hansı tipdə gözləyir məndən? String tipində. Mən götürürəm markaya belə eləməyə hətta.
next int. Məndən rəqəm gözləsin. Okay. Burada verirəm int. İndi run edəcəm. Adam məndən marka, kod səliqəli işləyir. Marka gözləyir, mən götürüb rəqəm yazıram. Daha doğrusu marka yazıram. Olsun nə? Mercedes. İşləmədi, xəta atdı. Bunu verirəm. Gördünüz. If nə verir? Bunu if nə verə, condition verə bilərsən. Amma bu elə bir xətadır ki, məsələn, heç bir halda bunun qabağını ala bilməyəcəksən. Hər türlü bir xəta atacaq. Nəyə görə? Çünki adam məndən burada rəqəm gözləyir, int. Mən adama yazdım avtomobilin adını, Mercedes. Mercedes mətin daxı. Mətinlə rəqəm heç uyğunlaşmır. Okay. Ona görə məndən rəqəm gözlədi int, mən də onu verdim mətin. Bu birinə yaxşıyır ya. Mətnin yanında rəqəm yazsın, endi olur. Paralel ikisini də eyni anda Misal üçün. olur. B1 Olur. Olur. Çünki biz nəyə görə? Baxın, ən sadə misal. Int a bərabərdir 10 verə bilirik. Amma int a-ya bərabərdir maşını yaza bilmirik. Çünki bu mətindir. Amma stringin üstünlüyü odur ki, string s bərabərdir. Bura həm 10 yaza bilərsiniz. Bura həm salam yaza bilərsiniz. Bura həm salam 2. Hər şey string elə bir şey ki, həm rəqəmi, həm mətni hər şeyi götürür. Amma int elə bir tipdir ki, ancaq rəqəm götürür, başqa heç nə götürmür. Bura heç nə yazsız işləməyəcək. Ancaq rəqəm olmalıdır. Okay. Mən indi burada rəqəm gözləyirəm, amma bunu ötürdüm salam sözünü. Bu çaş-baş qaldı. Deyir ki, sən mənə başqa şey gözlə, mən başqa şey istəyirdim səndən. Mətnin əslində problem odur. Okay. İndi qayıtdım bura. Bunu nəyə görə göstərdim? Kod işləyir əslində, raniyəni görür. Kod yoldaşım görür ki, ran olur. Amma adam bir dəfə request atıb yoxlamayıb ki, o həqiqətən işləyir markada. Onda ki, problemlər yaranır. O artıq arxa plan problemlərdir. O şeyin işidir. O QA işidir. QA məsələn girir öz üçün sayta, QA birbaşa bura girir də. Bir bank biznesə girir, baxır burada. Request gündə bu butonu yoxlayır, sonra bunu basır, təsdiq edir, bunu basır, hər şeyi basır. Xəta çıxanda inspect edib baxır da. Görür xəta var. Amma sonra task yaradır, kod yazır. Yes. Kod yazan task gəlir ki, onu düzəlt. Şey də olur, o da yaxşı işdir. Yəni QA-lərin işi necə olur? Backend-də müqayisə daha az, nisbətən az stresli olur. Bizdə məsələn olur. Biz təcrübə olanda bu kapitalda bir kodda da bizdə məsələn backend-ə gedənlər var idi. Backend-də yer dolu olanda adam dolub QA-yə tövsiyə edirdilər. QA-yə gedə bilərsən. Okay. İndi başlayım bugünkü dərsə yazalım. Tələbat bizdə çoxdur. Bizdə QA-lər məsəl tapılmır. Bizdə çox da Nəsə yoxdur. Prosta junior istəmirlər də, mid istəyirlər. Heç olmasa deyir 1-2 illik staj olsun. Avtomatik bir şeylər yaza bilirsiniz. Amma yenə də şey olaraq bank daxili belə dəyişiklik olsa, Bank daxili demişdim, çox rahat olur. Daha rahat olur. Çünki yəni adamlar soft skill-ları görürlər, hər şeyi görürlər axı. İndi başlayaq bura. GitHub-ın əsas düyünlərini mən dedim. GitHub burada lazım olanlar sizə nələrdir? Siz öz akkauntunuzu, yəni kodlarınızı rahat cloud ata bilirsiniz. Yəni GitHub-ın özünə. GitHub-ın ən böyük üstünlərindən biri odur ki, məsələn mən burada kod yazmışam. Bu yaxınlarda qardaşım başına gəldi. Adam kod yazıb, kompüteri birdən hardware-də yəni işləməyə bilər, sına bilər. Kod içində qalsa kod getdi, xarab oldu. Yəni kodu bir də tapa bilməzsiniz. Amma kodu yazıram və kodu atıram GitHub-a. Bu bir növ nəyə oxşuyur? Mənim bir şəkillərim var, flash-qaya atmışam ya da cloud-a yükləmişəm. Flash-qaya atmasam, cloud-a atmasam, kompüterə, telefona nəsə olur, şəkillər getdi. Amma kodunuzu ona görə garantiya almaq üçün kodu atırsınız GitHub-a ki, orada yaşasın. Sənin üçün kompüter çöksə belə girib istənilən kompüterdən login parol yazıb GitHub-dan kodlarınızı götürə bilirsiniz. İndi başlayaq bunun praktik hissəsini sizə göstərirəm. Sonra siz Kod yaddaş kimidir yoxsa necə? Kod yaddaş. Yes, eyni cloud yoldaş kimi. Eyni. İndi mən başlayacağım sizlə sıfırdan elə bir şey yaratmağa. Baxın, gəlirəm IntelliJ-ə. Deyə mən yeni bir app yaradıram da. New project. Olsun məsələn git project. Okay. Yaratdım, create verdim. New window elədim. Bu mənə lazım deyil. Bu mənə lazım deyil. Mən yaradıram orada bir dənə test adında class. Okay, yaradıram. Məsələn bu içində bəlirli başlı bir iki kod atacağım. Onu da buradan götürürüm. Buyur. Biz main qarşısında string veririk. Deyir ki, aha. Bunu verməsəydi olar. Bunu verməsəz də olar əslində. Belə də işləyir çox yerlərdə. Belə də okey. Public qabağına silirsən. Okeydir mi bu? Okey, işləyəcək yenə də. Main hissəsində string. Bunu soruşdum. Bunu indi mən dərsi yanında çatanda izah edəcəm. Mən yazırdım. Sizə çox PSVM verəndə boş verə bilər. Belə verə bilər. Bomboş, içi boş gələ bilər. Boş verir, mən özüm yazıram. Yes. Bunun mənasını izah edəcəm. Bu əslində bu mənası char deməkdir, massivlər deməkdir. Bütün yəni kodları charlara çevirir. İndi bax, mən skaner yaratdım.
Birinci bayaq bir suala cavab verim. Java-da kitabxana deyilən bir şey var. Bu nə işə yarayır? Bax, skaneri mən buradan silsəm, import var yuxarıda. Import. Skaner görmür. Okay. Amma üstünə gətirib import eləmək istəsəz, adam deyir sizə ki, hardan gətirirəm. Java-nın versiyasına qədər göstərir. Corretto 17. İndi bunu deyək ki, import elədim, gətirdim. Bu maraqlıdır ki, bu bunu hardan gətirir? Java-nın kitabxanaları deyilən bir yeri var burada. Aşağı baxın, external library var. Bütün bu kitabxanalar hamısı oradan gəlir. Java harda görürsə buradan gətirir. Bunu böyüdürsünüz. Deyək ki, skanerin içinə girəndə görün yazır burada Java util. Java util. Gələcəksiniz burada Corretto'nun altında. Məsələn, Java görürsünüz burada. Java base var. Cürbəcür burada şeylər var. İndi util'i ən aşağıda bir yeri tapsaq. Deyək birbaşa özündən göstərmək istəyərəm. Çoxdur burada dəhşət əgər tapsam. Okay. Axtarışa verək. Okay. Buradan girək bura. Bu hardan göstərir? Yes. Burada istəyirəm kitabxananın içində göstərir. Əslində vacib bir şey deyil. Sadəcə sizə maraqlı ola bilər deyə göstərirəm. Okay. Java util içində burada skaner var haralardasa. Hətta axtaraq. Skaner. Elə gedir. Prosta burada iç-içə çoxdur. Baxın, skaner klası görürsünüz. Bax, bunun içindən gelib gətirir. Onun içinə girsəz, gördüyün həmin yeri gətir çıxartdı. İndi bura girsəm, buradan skanerin içinə bassam, yeni yerə aparır. Yəni, bütün bunlar hansısa bir developerlar tərəfindən yazılmış bir kodlardır. Sadəcə olaraq bir şey milyon dəfə istifadə edəndə bir proqramist götürür onu bir yerə yazır ki, hamı elə onu çağırsın. Bir də özü sıfırdan yazmasın. Çünki adi bu skaneri işlətmək üçün arxada bu qədər əməliyyatlar gedir. Yəni, bunu hər dəfə hər proqramistin yazmağındansa, bunu bir dəfə götürüb uzağa external library kimi çıxardırlar. Artıq siz, mən kim istifadə edirsə, birbaşa onu çağırıb istifadə edir. Bunun əslində bu rolu odur. External library-in rolu. Okay. İndi gəldim kodumuzun əsas bizə lazım olan hissəsinə. Tak. Mən yeni bir app yaratdım. Appim hara düşdü? Git project diyor burada. Və kodları attım bunun içinə. Gəlin götürək kodu buradan. Buradan götürdüm. Gəldim bura. Attım bura. Bu dəqiqə mənim kodumu siz görənmirsiniz öz kompüterinizdə. Mən bunu git atıram. Gəlirsiniz bura. Birazdan belə bir şey yükləyəcəksiniz sizdə. GitHub. Elə github.com yazsaz login səhifəsinə atır. Məndə indi öz akkauntumdur. Burada nə edirsiniz? Burada home. Belə bir hissə açılacaq. Bu sağda fikir verin, solda new var, new hissəsi var. Ora basırsınız. Repozitoriya adı istəyir. Yəni istənilən bir ad verməlisiniz ki, proyektimizin məqsədi nədir, adı nədir, bura yazırsınız. Məsələn, bura verək ki, git entrance, daxili appdir. Okay, ilk dəfə giriş edirik. Description verə də bilərsiniz, verməyə də bilərsiniz ki, yəni bu appin məlumatı nə haqqındadır və s. və s. Bir dənə əmin olmalısınız ki, visibility var burada, görünüş, public olsun. Çünki private olsa sizdən başqa heç kim görməyəcək. Yəni bəzi proyektlər var, məsələn, startup qurursunuz, ancaq özünüz istəyirsiniz, kimsə onu görməsini istəmirsiniz. Onda seçirsiniz bunu private edirsiniz ki, sizə məxsus olsun. Public amma hamıya açıqdır. Dəyişə bilirsiniz. Mən create repository edirəm buradan. Baxın, yarandı. Görürsünüz, boş bir səhifə yarandı. Bu səhifə birazdan nə səhifəsi olacaq? Sizin öz kodlarınızın hamısı ora atılıb orada yaşayacaq. Gəlin kodu ora ataq. Kodu ora atmağın ən sadə yolunu sizə deyim. Bu komandları görürsünüz, burada yazıb. Or create a new repository on the command line. Bu kodları necə görürsünüzsə, eynisini kopyalayıb öz terminalınıza birazdan atacaqsınız və onda işləyəcək hər şey. Terminal hardadır? Gəlirəm bura. Kodu görürsünüz burada. Yeni bir buton gedirəm sizə burada. Baxın, solda görürsünüz terminal. Ora bastınız. Görürsünüz nəyin içindədir? Git projectin içindədir. Git projectin, yəni bu appin içindəyim hal-hazırda. Və nə edirsiniz? Gəlirsiniz bura. Birinci komand nədir burada? Git init. Bunların hamısının açıqlaması var. Mən lazım olanları sadə izah edəcəm. Gəlizləri gələn dərslərə izah edəcəm. Git init nədir? Git initialize deməkdir. Bura girirəm. Git init yarat. Yazdım. Okay. Mənə bir nədir? Boş bir git repozitori yaratdı. Yəni mənim bu kodumun artıq xəbəri var ki, belə bir səhifə var boş şəkildə. Bunu yazdım. Sonra gəlirsiniz ikinci kod nədir? Git add. Gəlirsiniz bura git add yazırsınız. 2 nöqtə qoyursunuz. Bir dənə nöqtə qoyursunuz aralda. Okay. Hər şey hazırdır. Bir dənə qaldı git commit. Commit nə deməkdir? Comment yazırsınız. Məsələn, deyək ki, Fərid bu proyekti yazdı, ötürür Zəhra xanım. Zəhra xanım girəndə görməlidir Fəridin orada proyektin məqsədi nə olub, nəyə çatmaq istəyib. Tanış olmalıdır kodla. Onu da burada yazırsınız. Girirəm bura. Git commit. Deyək ki, yazaq bura.
Management app. Və commit elədim. Gördünüz, yaratdı. Create 9-dan file və s. və s. Bu yaratdığı create modlar var hamısı. Bunlardır baxın. Git ignore'dur, hamısı bunun içində olanlardır. Sonra burada nə verib bizdən? Test.java klassını yüklədi, hansı ki bu klassdır. Yəni bunun altında nə görürsünüzsə, hamısını yüklədi ora. Bir də nə qaldı bizə? Git branch main. Bu branch dərslərlə başını buraxın tezlərə. Git branch, bunu yazdım. Bu ən əsas sətr bu sətirdir. Bu nədir? Baxın, bu link var burada yazılıb. Bu GitHub-ın sizə ayırdığı bir korobkadı qutudur ki, siz kodu onun içinə atasınız. Bu linklə atırsınız, bu linklə. Bunu götürürsünüz bu sətri, eynən. Gələrsiniz təzədən terminala, atırsınız bura. Enter verirsiniz. Bir də ən son nə var? Git push. Push nə deməkdir? Bütün kodları artıq biz nə etdik? Bütün kodları götürdük. Bir qaba yığdıq və indi qabı götürüb atırıq GitHub-ın içinə. Okay. Buraya yazırıq git push origin main. Bu origin main branch'ın adıdır. O mən sizə gəlirlərsə izah edəcəm. Branch budur. Baxın burada main yazdı bax. Onun adını buraya yazdım. Göndərən kimi kodlar baxın hamısı getə düşdü. Kodlar düşdü və sizə bir dənə link verdi, bu link. Deyir, indi bu linkə bassan həmin kodları görəcəksən. Bastım. Səhifə açılır, açıldı. Bir dəqiqə əvvəl əməliyyat icra olunub, okey. Və indi bu kodları mən görmək üçün gəlirəm bura. Kodlar harada yerləşir? Source içində main. Burada source içində main, içində Java. Org example. Gördünüz buranı? Eyni bunun arasında. Baxın, source main Java org example. Deməli bunu açanda içində nə olmalıdır? Sorry. Bunu açanda içində test olmalıdır. Gəlirəm bura. Açdım. İçində test.java klası var. Və fikir verin, burada məntiqi burada yazmışsın. Management app. Artıq adam bu klasa girəndə bilir ki, ən sonunda anar burada nə iş görüb. Management app yazıb. İçinə girdiyiniz an, burada nə qədər kod yazmışdım, hamısını burada görürsünüz. Okay. İndi mən deyək ki, bu kodları deyə Fərid yazmışdı. Fəridin yazdığı kodları gördüm. Bir dənə qaldığına həmin kodları öz kompüterimə çəkmək. O necə olur? İndi gəlirsiniz bura, adi git blame edəcəm birazdan buranı. Sorry. Gördünüz, mənim atmışı bura düşdü. Çünki mən tərəfdən bunlar hamısı today deyir. Bugün mən tərəfdən icra olunub hamısı. İşte bu hazırdır. İndi gəlirsiniz koducu götürmək istəyəndə özünüzə. Burada kod yazdım, görürsünüz. Koda basırsınız. Link verir. Bunu kopyalayırsınız prosto. İlk gəlirsiniz sara. Terminal açacağım, terminalı. Deyək ki, bunu hara atmaq istəyirsiniz proyekt? Desktop atmaq istəyirsiniz, rabaçısı olar. Gəlirsiniz bura, CD, desktop. CD nə deməkdir? Yəni, location axtarın. İmini bura desktopa girmək istəyirəm. CD desktop girdim. İndi mən bura yazıram ki, git clone. Clone nə deməkdir? Dart gətir. Yəni, həmin proyekti dartıb gətirirəm hara? Bu ana səhifəyə. Proyektin adı nədir? Git entrance. Və linki atıram bura, bayaqki linki. Buradan götürmüşdüm bu linki. İndi enter bassam, baxın, app'i gətirir, dartdı bura. Və sonda location gözlə, desktop atdım bir onu. İndi gəlirəm, baxıram. Həqiqətən də düşüb bura git entrance və bu. Gördünüz, app buradadır. Bir dənə qaldı ən son əməliyyatında, bunu öz kompüterimdə açım. Deyək ki, mən gəlirəm, tamamilə başqa yerdəyəm də deyək. Bura basırsınız, open edirsiniz. Desktopun içindədir, desktopa gəlirsiniz, git entrance harada yazılıb burada. Axtaraq onu və burada, git entrance. Bunu open eləsəm, new window, trust project. Fəridin yazdığı kodlar artıq avtomatik olaraq mən tərəfindən işlənir, görünür. İndi mən girib burada, özüm öz tərəfindən, deyək ki, Fəridin işi buradaydı da, mən yeni klas yaradıram. Bu yükləsin tam. İndi mən yeni klas yaradacağım, orada öz kodlarımı yazıb, təzədən mən də push eləyəcəm. O Zəhra xanım məsələn ikimizin də kodunu görəcək. O girib üçüncü öz kodlarını yazacaq. Okay. İndi açıram. Bunu da yazdı. İndi deyək ki, Fərid gəlir. Test 2 açır. O Fərid burada başlayır işləməyə. Məsələn, Fərid burada işləyir. Okay. Yazdı nələrsə. Təzədən Fərid nə edir? Girir bura eyni əməliyyatları təzədən icra edir. Bu kodu təzədən gedib onun aşağısına atacaq. Yes. Onun üstünə yazacaq. Bəs yaxşı. Yer dəyişkənliyi edə bilirik. Hər şey edə bilərsən. Məsəl üçün sən girdin bu kodu gördün. Biraz şey kimi çıxır, command kimi çıxır. Eyni. Hə. Deyək ki, mən vermək istəyirəm sənin kodundan Zəhranın kodunun ortasına bir kod atmalıyım. Təbii ki olur. Burada onu komand edib göndərə bilirim. Elə bilirsən, yes. Hə, hətta sən burada məsələn deyək ki, mənim kodumun baxdın, bunu bəyənmədin də ki, bunu daha da yaxşı yazmaq olar desən, bunu götürüb silə də bilərsən.
Amma sən siləndən sonra yeni bir gitarə satırsan, axı mən keçən dərsdə göstərmişəm, girib komment yaza bilirəm. Sən atanda mən baxıram, məsələn deyir ki, mən kodumu silmişəm, amma mən deyirəm ki, yoxdur, kodu mən düz yazmışdım. Komment yazıram ki, bu, yəni mən buna görə yazmışdım onu. Və sən həmin anda dəyişiklikləri geriyə çəkə bilərsən ki, istəmirəm dəyişiklikləri. Və s. İndi gəldim bura, məsələn test 2 yazdım, bir kişi. İlkin olaraq əslində belə tam götürməmək məncə normal bir şeydir. Təbii ki, normal bir şeydir. İndi mən sizə Məncə bundan çəkinmək lazım deyil. yox, sıfır. Mən ilk başda açıq mən deyim də, kodlaşma ilk dəfə başlayanda mənə 5-ci ya da 6-cı dərsdə müəllim bir dənə sual vermişdi. Dedi, məcbursan koda öyrənməyə bir dənə sual vermişdi. Dedim, nə barədə? Deyir, çünki bəlkə daha yaxşı bacardığın sahələri var. Açıq-açıq mənə sual vermişdi də. Elə bir şeydir ki, tamamilə fərqli bir alandır. Yəni təzə girəndə beyin bilmir necə düşünsün. Okay? Bir 5 dəfə, 6 dəfədən sonra beyin bilir adaptasiyalar necə işləyir, klass nə deməkdir, bu məntiqi necə işləyir, ondan sonra çox rahatdır. Yəni bu ilk dəfə belə olması çox normaldır. Və mənim bu dərsdən zaten gözləntim bu qədər şey olmayacaq. Proyektiniz ki var, əlinizdə yazmışdınızsa, kod işə atdınız. Onu bir dənə GitHub push eləmənizi istəyəcəm. Push bir yerdə deyəsik. Sonra da onu dartıb özünüz oxumağınızı istəyəcəm. İndi biz necə edəcəyik? Məsələn, Fərid push eləyəcək, ya Zəhra xanım siz eləyəcəksiniz push. Digərinizi götürüb onu çəkib oxuyacaqsınız sonra. Onu push etmək üçün standart olaraq yazdığınızı yazmalıyıq. Eyni oldu. Yes. Yəni hamısı ümumiyyətlə nə kod yazıramsa, ancaq o üstündə. Yes. O dəyişmir. Hamısı yazar. 100% bir yerdə deyəsik onu. Bu Ən məşhur sual verirəm. Süni intellektin istifadə edilir bunda kodda. təbii ki eləyirik. Eləyə də bilirsən, eləməyə də bilirsən. Amma sensitive dataların heç birini süni intellektə vermirsən də. Məsələn, sən vacib kodların ki var. Sadəcə maraqlı gəldi mənə. Bir dənə sual veriblər. Məsələn, bir dənə case veriblər sənə, taskın var, düzdür? Sən bilirsən ki, onu əllə yazsan 1 saatda yazarsan. Halbuki bilirsən nə yazmalısan. Onu əllə yazmağın məsələn məntiq sualıdır, çünki vaxt itirərsən. Girirsən, eğer deyəcək ki, zaten bir şey nə istədiyi bilirsənsə, onu onunla alırsan da. İstədiyi yazın ki, mənə bunu ver. O sənə verir 1 saatlıq vaxt olur, 1 dəqiqə. Kodu atırsan, təzədən arxasını başlayırsan yazmağa, məntiqləri qurmağa. Okay. Bu dondu 100% proyektə görə deyil. Nereden beri bu kadar düşür? Okey. Bunu indi başım bırakaq. Mən indi sizlə istəyirəm edeyim onu. Siz bir yerdə işləyək. İndi nədir bizim məsələ? Sizdən birinci GitHub yaratmağınızı istəyəcəm. Adi ikinci github.com yazın. E-maillarınızdan qeydiyyatdan keçəcəksiniz. Başqa heç nə. Və sizi belə bir səhifəyə atacaq. Sign out from all accounts. Belə bir yer atacaq sizi. Atdı. Burada bir dənə sign up verin. Qeydiyyatdan keçmək sıfırdan. Solda da var, sağda da var. Mail yazıb davam edeyim. Yes. Domain tamam. Baxın. Bundan fərqli bilirsiniz də. Peki, yaxınlar. İşte. Burada sağda. Buna da ediyorsun değil mi? Bana postları Aha, çıkartmanı şöyle gel. gerekiyor. Şöyle sen de hazır dur. Creative postu. Bir dənə sonra demo at ya da. Hə? Demo bir dənə ad ver, nə verək istəyir. Bu özü atmak bekliyor. Adı. Hə, öz yoxdur. Bunun orta ödənişdir də. Burasından Şey versiyaları var. Pro versiyaları, hə, belə sadələri yox. Ödənişli olsa belə narahat olmayın. Məndə mail var, onu verəcəm, ondan istifadə edəcəksiniz. Ne bu? Pardon, çıkmadı yani. Mən sadəcə özümün deyildiğini kurmasını görməm olmalı. Geldi lan. Bunu girsen. Kod. Creative post. Ben ama yani cidden. Yaxşı, bəs süni intellektin yerini alacağını fikirləşsən? Kodlaşdırmanı. Hə. Mən fikirləşmirəm açıq. Niyə fikirləşmirəm? Çünki məsələn AI gəlir düzdür. Adi AI necə işləyir? Nəyisə lesson learn'da o bir şey eləyir, öyrənir, təzədən işləyir. Məsələn mən bu dəqiqə nəyin üstündə işləyirəm? AI-in özünün arxa sistemi necə işləyir, kod tərəfi məsələn. Mən indi o dəqiqə onu öyrənirəm paralelində.
Çünki səhərsi gün deyə AI gəldi. Onun zaten arxa planda kod olacaq, onun supportu olacaq. Çünki AI öz-özünü genişlənən bir şey olmalıdır da. Ama yerine başlayıyor. Hı. Mən bu arada kursun içində var ya, NN var, hamısını orada izah edəcəm. Yəni core ancaq Java deyil. Buradan tarafa geçsin. Bildiğimde özümün kodlarını yapacağım falan ama o biraz anladım. Kodlarından geçsin. Mən 1 dəqiqə telefon cavab verim də 1 dəqiqə. 1 dəqiqə telefon. Terminala daxil olandan sonra gəlirsən. Yani burada yazsam. Burada yazılanları oradan yazırsan. Onu gitmeye arada yazdım. Bir kısa kodlar yazdım. O mən deyim. Ha? Mən deyim. Ne yazdım? Telefon konusuna oraya istiyorsun. Sen uçabilirsen onu sorayım. Sen bir de sen. Söylediğin neresi? Ve söyle. Sen. Ve tanımı. Artistleri, tuhaftı. Hem ben diğer şey. Sonra eve gelelim biz başlıyoruz daha. Hem şöyle. Biraz çok hoşsun. Ne seviyor ağzını pis. Bakın. Şu oldu. İşləmədi. Yox, bu arada birinci dəfə işləməyəcək. Ona görə orada işlədiyiniz yerdə mən kömək edəcəm. O token falan siləcək birinci sizdən. Bak git int verin. Düzdü mü? Hı hı. Git int verin error verin. Tek orada gittiğini yazırsan arkası olur. Sen de gördün ki bak. Diğer biz onu recognize. Hani git prompt bilmesi yok. Git'in özünü birinci yüklemeye lazım. Git özü ne demek? Bir komanda da Google'a girirsen. Download git edirsən, download. Ha, okey. Ya onun ayrı öz terminidir. Məsələn, sizin kompüteri tanımır edək. Onu tanıtmalıyıq birinci kompüterin özünə. Sorry.